Sındırılmış eynək, cırılmış köynək, döyülmüş Qarabağ əlli, 7 şahid. İlk baxışdan bunlar adi görünə bilər. Bəs bir insanın azadlığına 6 illik son qoyarsa, gələk əvvələ, hadisə seçki öncəsi ab-hava zamanı baş verir. Söhbət 2013-cü ilin prezident seçkilərindən gedir. Olay Yadigar Sadıqovun önəmli vəzifə daşıdığı Müsavat Partiyası nümayəndə heyətində bölgəyə səfərlər vaxtını təsadüf edir. Hadisə zərər çəkən Rəşid Kərimovun dilindən. Yadigar Sadıqov və dostları şərəf və ləyaqətimi təhqir edərək məni təpikləyiblər. Onlar sifətimə yumruqla vuraraq alqana boyuyub və yerə yıxaraq ciddi bədən xəsarətləri yetiriblər. Ürəkləri bununla da soymayıb, ənimdəki paltar da cırıblar. Mənim əl leynəyimi də ayaqları altında əzib sındırıblar. Hadisə ittiham olunan Yadigar Sadıqovun dilindən. Çayxanada çay içən yerdə Rəşid Kərimov yaxınlaşaraq müxalifətçilərin ünvanına təhqirlər yağdırıb. Məni təxribata çəkmək istəyib, onun bu məramını dərhal anlayaraq ondan uzaqlaşmağa çalışmışıq. Rəşid isə bir müddət arxamızca gələrək istəyinə nail olmağa çalışıb. Lakin biz bütün səbrimizi və təmkinimizi toplayaraq ona barmağımızı da toxundurmadan uzaqlaşmışıq. 8 ay sonra məhkəmə zalı. Yadigar Sadıqov çıxış edir. Suallarla dolu bir çıxış. Sındığı eynəklər. Niyə mənim sındırdığım eynəyin deyil, sahibinin özünün sındırdığı eynəyin şəkli çəkilir, ekspertizaya göndərilərək maddi sübutlar siyahısına salınır? Cırılmış köynək. Dalbadal yazılan iki cümlənin birində köynək sarı, digərində sağ olur. Döyülən şəxs. Zərərçəkənin bu məqam haqqında 4 ifadəsindən heç biri digərinə uyğun gəlmir. Məgər bu onun yalançılığından irəli gəldiyini isbatlamırmı? 7 şahid. Necə olursa, xulqanlığımı orada yaşayan heç kəs görmür. 7 kənd sakini isə istintaqa şahidlik edir. Bu müəmmanın cavabı çox sadədir. Şahidlər yalançıdır. Müsavat Başqanının Milli Məsələlər üzrə müşaviri hakimiyyəti tənqid etdiyinə, özəlliklə 2013-cü il seçkilərində aktiv iştirakına görə həbs edildiyini deyir. Daxili İşlər Nazirliyi və hakimiyyət yönlü media Yadigar Sadıqovun siyasi fəaliyyətinə görə yox, etdiyi əmələ görə saxlandığını önə çəkir. Müsavatçı, Lənkəran Dövlət Universitetinin keçmiş müəllimi, tarixçi Yadigar Sadıqov bu həyətdə yaşayır. Anası Gövhər Sadıqova oğlunun diplomunu, şəkillərini göstərir. Bu həbsin haqsız olduğundan danışır. Mən heç özüm də bilmirəm nə ad verim, o məhkəmə döyüldü. Qondarma bir şeydi. Hamısı da orada iştirak edənlər bunu dedilər, dilə də gətdilər, etirazlarını da bildirdilər. O heç bir nəticə vermədi. Sifarişli olduğuna görə də hakim də, prokuror işçiləri də ki, özləri də ki, inan şok vəziyyətində ilə çıxılmaz vəziyyətdə idilər. Onlara nə əmr olunmuşdu, onu da elədilər. Həqiqətən də belədir. Bu daha özü subut. İntihazı onların da vicdanı olaydı. Bunun qoca ata, anası. Özü yeganə evladımdır. Ondan başqa mənim evladım yoxdur. Azərbaycan müdafiəsi uğrunda yazılıb hamısı. Mən narkoman oxşayıram. Evimdə oturmuşam deyib, hökumət üçün deyib, polislər üçün mal satır. Mən mal satan oxşayıram. Buna haqq şəri mənə niyə atırlar? Onu mənə sübut eləsinlər. Gedək qanımı analiz eləsinlər. Qarabağ əlli sənədləridir. Ən ağır diaqnozdur. Zərər çəkən Rəşid Kərimov deyir ki, ondan bu hadisələrə görə üzr istəməli idilər. Azərbaycan uğrunda döyüşəndə Müsavat Partiyası haradaydı? Burada dövlət çevrilişi edirdilər. Amma biz orada okopda can verirdik. Qanımız su əvəzinə axırdı. 18 yaşında körpü uşaqların meyitlərin yığırdı. Olan ata-analarının göz yaşları qurumayıb hələ indiyənə kimi ömrü boyda qurumayacaq. Onların cavabını kim verəcək? Müsavat Partiyası, ya HDP, ya başqa partiyalar. Bu hökm Yadigar Sadıqovu tanıyanların çoxunu təəccübləndirməyib. Qonşuları, eyni məhəllədə yaşayan insanlar, əqidə yoldaşları onu tanıdır.
hakimiyyətin özünün gəldiyi qənaət, dırnaqarası qənaət bu yolla nəyəsə nail olacağını düşünür. Amma əksinə, mən isə düşünürəm ki, bu cür həbslər insanlarda azadlıq eşqi ilə yaşayan vicdanlı insanlarda hakimiyyətə qarşı olan kini, nifrəti biraz da artırır. Şübhəsiz ki, bu yolla hakimiyyət prosesin kökünü qazıya bilməz. Mahallede yok geç bütün mahalleni bu kişilerin oradan aktarın bir tane Cacer hakkında pis söz düşələ. Ben onu atmış atam. Ben sarız ağlamışam. Ne göre ağlamalıyım? Benim komşumdur, canım ciğerimdir, cavan uşaqdır, ailenin başçısıdır. Ayıp dolarsın. Bu derecede olmaz axı. 91-ci il tavalludluyam, gələcəyimi heç fikirləşmirəm ki, necə olacaq. Taleyim necə olacaq, haçansa mənim yaxşı şəraitim olacaq, yaxşı ev eşiyim olacaq. Hər yağış yağanda Allaha dua edirəm ki, ay Allah, yağışı saxla, yağış yağmasın. Çünki səhər bir dənə işdə işləyirəm, səhər işə gedə bilməyəcəm. Bura kimi suya girib gedəcəm. Neynim? Budur, vəziyyət də budur. Lənkəran yeridir, heç yaşamağa iş olmur, iş yoxdur. Hamı bazarda 2 dənə kokdan oradan götürür, ora satır. Budur. Budur, Yadigar müəllimin də azadlığını istəyirəm. Bəlkə ona baxırdım, duxa gəlirdi, yaxşı olurdu. Elə siyasi söhbətlər eləyirdi, elə gözəl danışıqlar eləyirdi, adama ləzzət eləyirdi. Onun azadlığını istəyirəm. Yadigar Sadıqov Azərbaycanda belə bir halla üzləşən ilk fəal deyil. Son 6 ildə xuliqanlıq, rejimi tənqid edən jurnalist və fəalları siyasi səbəblərlə həbs etmək üçün Azərbaycan hakimiyyətinin faydalandığı ən populyar ittiham olub. Azərbaycanda insan haqları və ifadə azadlığı sahəsində işləmiş keçmiş Amerikalı diplomat Rebecca Vincent belə yazır. O 2007-2013-cü illərdə xuliqanlıq ittihamı ilə saxlanan ictimai fəalların adını qeyd edir. Onların sıralarında blogerlər, qəzet redaktorları, jurnalistlər və gənc fəallar var.